Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş orqanizm üçün olduqca faydalıdır. İlıq su həzm sistemini aktivləşdirir və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu, qəbizlik riskinin azalmasına kömək edə bilər. Mütəxəssislər deyirlər ki, səhər ac qarına içilən ilıq su maddələr mübadiləsini sürətləndirir. Bu isə gün ərzində enerjinin daha effektiv istifadə olunmasına şərait yaradır. İlıq su həmçinin iştahanı tənzimləyir və arıqlama prosesini dəstəkləyə bilər. Bəzi diyetoloqlar limon əlavə edilmiş ilıq suyun yağların parçalanmasına kömək etdiyini bildirirlər. Orqanizmin kifayət qədər su qəbul etməsi dərinin daha sağlam və parlaq görünməsinə də təsir edir. İlıq su həm də stresin azalmasına və enerji səviyyəsinin artmasına kömək edə bilər. Mütəxəssislər səhər oyandıqdan sonra ac qarına bir stəkan ilıq su içməyi tövsiyə edirlər.